Bir vacib məlumatı diqqətinizə təqdim edirəm. Azərbaycan Kinematografçılar İttifaqı İdarə Heyətinin üzvü kimi bugün avqustun 28-i 2026-cı tarixdə Azərbaycan Kinematografçılar İttifaqı İdarə Heyətinin iclası keçirildi və iclasda qərar qəbul olundu. Həmin qərarın müddəalarını paylaşıram. Deməli, qərara əsasən İttifaqın sabiq sədri Xalq artisti Rasim Balayevin vəfatından sonra İttifaqın idarəçiliyində boşluq yaranmışdı və bugün demək, idarə heyətinin 7 il qərarı ilə sədr səlahiyyətlərinin müvəqqəti verilməsi İttifaqın idarə heyətinin katibi Xalq artisti Şəfiqə Məmmədovaya həvalə olundu. Eyni zamanda Şəfiqə Məmmədova İttifaqın qurultayında sədr vəzifəsinə irəli sürüləcək yeganə namizəd kimi 7 səslə seçildi. Digər bir müddəaya əsasən Əlisa Cabbarov idarə heyətinin katibi və İttifaqın üzvü öz ərizəsi ilə tutduğu vəzifələrdən və İttifaqın üzvlüyündən demək, idarə heyətinin qərarına əsasən azad edildi və başqa bir maddə isə, müddəa isə İttifaqın qurultayının keçirilməsi ilə bağlı oldu. Bəli, qurultay sentyabrın birinci yarısında ən qısa vaxtda keçiriləcək və bir daha xatırladıram ki, bu qurultayda sədrin seçilməsi məsələsi gündəliyə daxil edilib və idarə heyətinin qərarı ilə Xalq artisti Şəfiqə Məmmədova İttifaqın sədri vəzifəsinə yeganə namizəd kimi irəli sürülüb.